Bu videoda sizinlə layihə və qrant haqqında ilkin məlumatları paylaşacağam. Hər bir layihə iki keyfiyyət xüsusiyyətinə malikdir. Birincisi vaxt məhdudiyyəti, ikincisi isə ölçə biləcəyimiz, əvvəlcədən planlaşdırılan nəticənin olmasıdır. Belə çıxır ki, bu meyarlara cavab verən istənilən fəaliyyət layihə sayıla bilər. Layihə o zaman sosial olur ki, o hədəf qrupunun konkret sosial probleminin həllinə yönəlmiş olsun. Məsələn, vətəndaşların daşınmasının təşkil layihəsini götürək. Formal olaraq bu bir layihədir və onun öz məqsəd və vəzifələri var. Lakin layihənin əsas məqsədi müəyyən kateqoriya insanlara kömək etməyi məqsəd daşıyanda bu sosial xarakter alacaq. Məsələn, fiziki məhdudiyyəti olan insanların daşınmasının təşkili sosial layihədir. Qranta gəldikdə isə Azərbaycan Respublikasının qrant haqqında qanununa əsasən qrantlar bir çox istiqamətlər üzrə verilə bilər. Bunlara humanitar, sosial və ekoloji, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, eləcə də dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramlar aiddir. Qrant yalnız konkret məqsədlər üçün verilir. Aşağıdakı linkdən Azərbaycan Respublikasının qrant haqqında qanunu ilə daha detallı tanış ola bilərsiniz. Qısaca demək olar ki, qrantlar bir qayda olaraq cəmiyyətin rifahını artırmaq və sosial problemləri həll etmək məqsədi ilə verilir. Təhsil səviyyəsinin artırılması, sosial rifahın inkişafı, işsizlik, ekoloji maarifləndirmə ilə bağlı olan layihələr buna misal ola bilər. Layihənin qrant müsabiqəsinin həmin istiqamətini uyğunlaşdırmaq çox əhəmiyyətlidir. Məsələn, təhsil istiqamətini götürək. Bu istiqamətdə təhsil qurumları qrant müsabiqələri elan edirlər. Burada ola bilər ki, təhsildə inklüziv öyrətmə metodları ilə bağlı təlimlərin təşkili, ucqar bölgələrdə yaşayan potensiallı uşaqların təkmilləşdirməsi bağlı layihələr və s. Və yaxud da ekoloji istiqamətdə elan olunan qrant müsabiqələrində isə müraciət olunan layihələr məhz ekoloji maarifləndirməni, müxtəlif ekoloji fəaliyyətləri əhatə edən layihələrdən ibarət olmalıdır. Layihələrin uğurlu olması üçün layihə rəhbərləri və icraçıları məqsədlərini dəqiq müəyyənləşdirməli, fəaliyyət planlarını detallı şəkildə hazırlamalı və resurslarını səmərəli şəkildə idarə etməlidirlər. Eyni zamanda icma ilə, yəni təşkilatın əhatə etdiyi insanlarla sıx əlaqədə olmaq və onların ehtiyaclarını və rəylərini nəzərə almaq vacibdir. Bu cür yanaşma sosial layihələrin davamlı və effektiv olmasına, hədəf qruplarının real və müsbət təsir göstərməsinə kömək edir. Növbəti videolarda qrantlara müraciət prosedurunun mərhələləri ilə bağlı daha detallı məlumatlar veriləcəkdir.